Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üç tərəfli bəyanata əsasən Azərbaycan ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu barədə Yeniyavaz.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədi ilə mühəndis işləri başa çatdırılıb. Qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.